Yenə də salamlar siz sevimli yoldaşlarıma. Görürəm ki, Döktür Pandayla yoldaş olandan çoxlu bir zadlar öyrəşibsiz. Bərəcanla sizə 11-ci bölümü görməmişdən, amma ana-atalarınızla danışmaq istəyirəm. Olarmı? Çox sağ olun yoldaşlarım. Yenə də salamlar sayın ana-atalarımıza. Söz vermişdim paketin ardını sizə tanıtdıram. 11-ci bölüm. Hamam. Uşaqlar hamama getməyin sağlıqlarına nə qədər əhəmiyyətli olmasını və bəlli zamanda getməyi öyrəşirlər. 12. Restoran. Restorana gedib və orada yemək yeməyin də özünə görə qayda qanunu vardı. 13. Hendesi şəkillər. Riyaziyyat davam verilir və şəkillərin riyazi özəlliklərindən əlavə türkçə adlarını da öyrəşirik. 14. Yarışma və rəqabət. Cizic etmək, yoldaşlarımızın qabağına daş atıb onları yıxmaq özümüzü də uduzdurar. Yarışmayla cizic bir-birindən fərqlidir. 15. Ətrafında işə gəlməyən vəsaillə gözəl əl işləri düzəlt. Korona, soyuq hava, gün istisi və belə bir durumlarda necə ev içində qalıb oynamağı öyrəşirik və bilirik ki, top oynamaq, qaçmaq və belə bir oyunları evdə oynamazlar. 16. Nəqşə oxumağı, cəhətləri və yol tapmağı davam veririk. 17. Hendesi ölçülər. Ölçüləri öyrəşirik və anlayırıq ki, ixtira eləmək, yuxarı düşünmək və xəyaldan yaranar. 18. Böcəklər. Böcəklərin bir-birindən fərqli olmağını öyrəşib və bilirik ki, onların hamısının bizə zərəri yoxdur və onlardan qorxmamalıyıq. 19. Trafik çırağı. Bəllidir ki, bu bölümdə trafik çırağını öyrəşəcəyik. 20. Yeni ildə riyaziyyat. Riyaziyyat və huş məsələləri burada güclənir. 21. Bayram işində sən də otağını sahmana sal. Umudumuz var uşaqlar sərgəli olmağı öyrəşsinlər. 22. Zibilləri ayırmaq və paltarları yumaq. 23. Baxım tapım oyunu tıxacda, trafikdə. Tıxacda olan zaman maşının içində sürücünün havasını qatmayıb, yavaşsa oyunları oynaya bilərik. 24. Radioloji bölümü urjansda. Urjans şumarəsini və imeni məvaridi xatırlayıb, ambulansın barəsində radioloji əksin salmağını və xəstəxananın qorxusu yoxduğunu öyrəşirik və sümüklərə görə də azca bilgilər vardı. 25. Neçə bodlu riyazi. Pişrəftə və gəlişmiş riyazi ilə Döktür Panda paketini sona çatdırırıq. Sağ qalın, sağ yaşayın. Hələlik.